Quran deyir, içkidə sizin üçün xeyir də var, ziyan da. Ağlı gözündə olan adam deyir, görsən Allah Quranda deyir, içkinin sizə xeyri var. Ziyanı xeyrindən çox deyib, yox da az xeyirdən mənə bəs eləyir. Amma nəyə deyir xeyir? Deyir, satırsan bunu, mənfəət əldə edirsən. Ticarətindən, alış-verişindən. Ağıl yoxdur axı, satdı, pul gəldi, görürsünüz, xeyirdir. Quran deyir ki, amma sənin nəsillərin məhv olur. Uzun müddətli perspektivdə millətlər içki aludəçiliyi elə bir sıra millətləri, dövlətləri nə günə qoyub göz qabağındadır. O 5 manat xeyri ki, sən görürsən, amma ziyanı xeyrindən çoxdur. Bədəlini ödəyəcəksən, axırda görəcəksən, yerdə ziyan qaldı. Əqəlun nas ənzəruhum fil əvaqib. Ağıllı insanlar o insanlardır ki, axırı görür, axırı. Bir addım qabağı yox. Müasir dünya 3 addım qabağı görə bilir, axırı görə bilmir. Ağıl bunun üçündür ki, sonu göstərsin, axırı göstərsin. Bir din alimi danışır, deyir, mən Kanadadaydım, orada müsəlman gənclər toplaşmışdı. Biri deyir, mənə dedi ki, mən də bilmirəm, amma bunu mütəxəssislər, mənim sahəm deyil bu. Mən sadəcə nəql eləyirəm. Yenə də mütəxəssislər fikrini bildirə bilər. Deyir ki, gəldi bir cavan oğlan idi. Dedi ki, mal əti donuz ətindən daha ziyanlıdır. Mal əti ümumiyyətlə yeməyə yararlı deyil. Çox ziyanları var, xəstəliklərin çoxuna səbəb olur. Amma donuz o qədər də ziyan deyil. Dininiz niyə donuzu haram bilib, mal ətini isə halal? Deyim, mən dedim ki, sənə kim deyib ki, din onun ziyanına görə deyib haram, bunun xeyrinə görə deyib halal. Bunu ümumiyyətlə deyən olub, belə bir şey. Deyir, bəs niyə? Deyir, hədislərimiz belə deyir ki, bəzi genetik xüsusiyyətlər ötürür insana yediyi ət və deyir, donuz əti yemin ki, qeyrətsiz olmayasınız. Belə bir söz deyir din. Məsələn, deyir, qoyun əti yiyəndə mehriban olur insan. Din deyir. Qoyunlar mehribandır axı. Onlardan o mehribançılıq xüsusiyyətini əxs eləyir. Deyir, mən bunu deyəndə bir qadın durdu, qışqırdı, deyir. Mən dedim, görəsən, ay Allah, mən nə elədim, bunu niyə əsəbləşdi? Sonra görünüyor, heyrətlənir. Deyir, mən bu sahə ilə məşğulam. Otların, bitkilərin belə insanın genetikasına, insanın xüsusiyyətlərinə təsiri var. Olduqca dəqiq vurğuladınız siz ki, mən bilməzdim din bu sözü demiş olsun. Yenə də deyirəm, amma bilmirəm mən bu söz nə qədər doğrudur. Çünki mənim sahəm deyil bu. Amma hər halda sözdür. Dərhal deyəsən, donuz ətində filan xeyir var, mal ətində filan ziyan var. Mal əti ziyandır, ağlın kəsmir, yemə. Ağıl bunun üçün verilib adama. Nə olsun ki, halaldır. Amma bəzi şeylər var, daha dərin ağıl lazım olur. Allah bir kəlmə deyib, bunu yemə, sonra biləcəksən niyə. 21-ci əsr olur, 20-ci əsr olur, 18-ci əsr olur, deyirlər, hə, buna görəymiş. Amma tələskən dünən məsxərə eləyirdi dini hökmü. Ağıllı sayıraq özünü. Buna baxaya gör nə deyib filan. Zaman keçir, görürsən ki, sən demə çox ağıllı söz demiş. Sənin ağlın kəsmir, bilmədiyin şeyi məsxərə edirsən, ələ salırsan, gülürsən. Zuhur zamanı deyir, elm inkişaf eləyəcək. 2 hərf məlumdur deyir, zuhura qədər elmdən 2 hərf məlum idi. Tutaq ki, məsələn, yadımdan çıxır hər dəfə bu rəqəm. 28 hərf də onda məlum olacaq, məsələn. Yəni ki, indiyəcən məlum olan elmin az qismidir, orada çox məlum olacaq. Soruşuram, niyə? Niyə görə? Ona görə ki, ağıl hakim olacaq. Ağıl dünyaya hakim olsa, ağıllı olsalar insanlar, o zaman elmdə inkişaf eləyəcək və düz inkişaf eləyəcək. Təəssüf ki, müasir dövrün alimləri ağılsızdır bir qismi əlbəttə, hamısına aid etmirəm. Çox kitab oxumaqla deyil, adam çox Quran ona gözəl misal deyir, üzr istəyirəm. Kitabla yüklənmiş uzunqulaq misalı. Uzunqulağa nə qədər kitab yüklə, uzunqulaqdır ki, uzunqulaq. Ağılsız adam cilt-cilt kitab oxuduqca ağılsızlığı daha da çoxalır, ağıl işlətməyən adam. Elm daha da çox azdırır. Oxuduğu hər bir kitab daha da çox onu yoldan çıxardır. O qədər qarşılaşmışam ki, belə gəzir, alimdir, güya, amma ağıl yoxdur, 1 qram ağıl yoxdur. Ona görə də heç nə. Heç nə bilmirsən, elə məlumatları danışır. Ancaq bildiyini ötürür, heç nə məlumat verir. Heç özü bilmir nə danışır. Elm ağla tabi olan gün dünya xoşbəxt olacaq.
Deyirlər ki, bu xoşbəxtlik nədir? Dünya xoşbəxt olacaq nədir? Bəli, dünya xoşbəxt olacaq və layiqdir xoşbəxt olmağa. Ağıl nurunu söndürmək şeytanın quran buyurur strategiyasıdır və onun yaratdığı düzənin strategiyasıdır. Və ağıldan danışmaq pafos hesab olunur. Ki, bu oturub, nə ağıl, hər şey nisbidir. Sənin üçün belə xoşdur, belə elə, onun üçün elə xoşdur, elə eləsin. Ağla zid düzən qısa müddətli sıçrayışa çata bilər, amma axırı sonra faciəli gələcək və gəlməkdədir. Ağılsız elm qısa müddətli inkişafa səbəb olar, amma daha uzun müddətli perspektivdə inkişafın özünü ləngidir. İnkişafın özünü ləngidir. İnkişafın özünə, elmi inkişafın özünə zərbə vurur. Qadınla kişini eyniləşdirib hüquq yaradıb. Tam ağla ziddir, tam ağla ziddir. Qadınla kişi eyni deyil, hamı bunu bilir. Qadın da bilir, kişi də bilir. Eyni deyil. Qadın hüquqları, feminizm filan, bunlar ikisi də eyni deyil. Nə qədər ki bunu qəbul eləməmsən, elə bilirsən ki, nəticə əldə eləmsən, xeyr, faciələr dalbadal gələcək, arda-arda. Din dəyərləndirdi, kişinin kişi yeri var, qadının qadın yeri, qardaş, vallah belədir. Kişi kişidir, qadın da qadın. 5 dənə kişi bir iş mühitində oturub, qadın daxil olanda görürsən, mühit fərqlidir. Heç nə, bunu təcrübə bunu göstərir. Qadın daxil oldusa, elə bir fərqli bir varlıqdır. Eyni zamanda qadınlar oturanda da kişi daxil olsun. Bunlar fərqli varlıqlardır. Din gözəl qaydalar qoyub, kişiyə hüquqi hakimliyi verib ailədə, kişi ailənin hüquqi inzibatı rəhbəridir və salam. Və bütün qadınlar da istəyir o qüdrətli kişi olsun yanında, ona söykənsin. Bu ağıl deyir bunların hamısını. Sorğu keçirirlər, deyir, Almaniyada qadınlar daha çox türklərlə evlənməyə meylənir, çünki türklərdə o kişi hiss edir ki, yanında kişi var. Din, bax, bunu legitimləşdirir bu status ailədə. Siz kişini o qədər üzr istəyirəm, düşükləşdirin, sonra ailə məfhumu qalmasın. Elə kişi ilə yaşamaq istəmir. O qadın hüquqları uğrunda mübarizə aparan var, danışır. Onun da həmən həyat yoldaşı elə olanda həvəsdən düşür, yaşamaq istəmir elə adamla. Deyir ki, qadının, mən hərdən qadınlardan danışanda kişilərə etiraz edir, kişilərdən danışanda hər çıxarış edirlər, çıxışımdan deyirlər, məsələn, qadınların bu hüquqları var, kişilər deyir ki, bu nədir? Bəzi yerdə çıxarış edirsən, kişilərin hüquqlarından qadınlar deyir ki, bəs qadınlar da belədir filan. Mən həmişə obyektiv mövzuya yanaşmışam. Qadının ev yığışdırmaq, paltar yumaq, yemək, pişirmək vəzifəsi yoxdur dinimizdə. Deyirəm, onu dedin da onda heç nə. Bilirsiniz, nə üçün yoxdur? Din deyir ki, bu inzibati qurum bir idarə deyil, bu. Bəli, təbii ki, qadın bu işi görməlidir. Amma könül xoşluğu ilə, ləzzətlə, fədakarcasına bunu eləməlidir. Ariflərdən biri deyir, hər dəfə yemək gətirəndə deyir ki, yoldaşı, bu vəzifən deyil, sən mənə lütf elirsən, xidmət elirsən. Onda daha da əzmlə xidmət eləyir. Yoxsa ki, nikah müqaviləsi, bu oldu, bunu elə. Nikah müqavilələri artdıqca ailələr daha çox dağılır. Daha çox ailə düzəni xarab olur ümumiyyətlə. Qadının aramlığı bundadır ki, kişi inzibati rəhbər olsun, amma qadının bütün psixoloqlar deyir ki, kişiyə təsiri kişinin qadına təsirindən çoxdur. O atifi rəhbərliyi qadın istənilən mühitdə öz əlinə götürür. Çox bizdə belə sinəmizə döyməyək. Elə qəşəng idarə eləyir atifəsi ilə. Bu balansı qorumaq üçün inzibati rəhbərliyi kişiyə verir, mənəvi rəhbərliyi qadındadır. İdeal bir sistem təqdim eləyir. Uşaqlar analarının əlindən öpmürsə, ata günahkardır. Uşaqlar əgər atasına itaət eləmirsə, ana günahkardır. Belə bir ailə sistemidir. Bunu dağıt, bütün bu depressiyalar,
bütün bu problemlər, tənhalıq nazirlikləri, nə bilim mən, demoqrafik vəziyyətdə, nəsil artımında problemlər, hamısı vaxtında atılmış ağılsız addımların nəticəsidir. Müasir özünü inkişaf etmiş adlandıran dünyanın. Müasirlik deyil bu, ağılsızlıqdır. Ağılsızlığın da acı nəticələrini görür. Bu qadınlar arasında bu qədər depressiyaların, ruhi pozuntuların, psixoloji xəstəliklərin səbəblərindən biri budur ki, düzən özü dağılıb, yoxdur. Məhrəmlərlə evlənməyə başlayıblar. Hüquqiləşdirirlər, legitimləşdirirlər bacı ilə qardaşın evlənməsini. Sən Allah buna ağıl, çox ağıl lazımdır.